Hüseyin geldi Kerbela'ya konak, gözlerinden ırak ya Resulallah. Ölür Atşan Fatime balası, düştü elden uzak ya Resulallah. Muharrem'de kan gelir coşar, düşer yâde kabri şeş göşer ya Resulallah. Hüseyin'in kurban olum adına, bizlere adın mader örgetti. Viladette Cebrail emin, gahi varesini geldi terbetti. Veli bilmem Kerbela'da niye. Bağışlayan və mehriban Allahın adıyla. Salam, hər vaxtınız xeyir olsun əziz televiziya tamaşaçıları. Hər birinizi Mədinədən Mədinəyə verilişinin növbəti buraxılışından salamlayıram. Əziz tamaşaçılar, əgər yadınızda olsa, biz keçən verilişimizdə Muaviyyənin Yezidə beyyət alması məsələsini çox geniş təhlil elədik. O cümlədən İmam Hüseyin əleyhissalamın bəzi xutbələrinə, o cümlədən Mina xutbəsindən söhbət elədik və geniş izahlar verdik əziz tamaşaçılara. Bu verilişimizdə isə artıq biz İmam Hüseyin əleyhissalamın Mədinədə Vəlid ibn Utbə ilə görüşündən başlayacağıq verilişimizi və verilişimizi İmam Hüseyin əleyhissalamın kəlamları ilə irəli aparacağıq. O cümlədən bəzi şəxsiyyətlər var ki, İmamın kənarında Yezidlə beyyət etmədi. Həm Muaviyyənin dövründə, həm də Yezidin öz dövründə beyyət bəziləri etmədi, bəziləri Mədinəni tərk elədi və İmam Hüseyin əleyhissalamın Mədinəni tərk etməyinin dəlillərindən söhbət açacağıq. Verilişimizin həmişəki qonağı Höccətülislam Hacı Firuz Yaşaroğlu. Hacı, xoş gördük bir daha. Çox sağ olun Şamil müəllim, təşəkkür edirəm sizi və dəyərli qonağınızı və həmçinin bizi izləyən bütün müsəlman bacı və qardaşları salamlayıram, xidmətinizdə. Çox sağ olun Hacı, mən də müsibətli günlərlə əlaqədar başsağlığı verirəm. Və verilişimizin digər qonağı İslam tarixi üzrə fəlsəfə doktoru Rafail Hüseynovdur. Salam Rafail, mən bir daha xoş gördük. Aleyküm salam, çox sağ olun, Allah razı olsun. Mən də həm sizi, həm dəyərli ustad Hacı Firuzu və əziz tamaşaçıları salamlayıram və Məhərrəm ayı münasibəti ilə başsağlığı verirəm. Mən də həmçinin bu müsibətli günlərlə əlaqədar sizə başsağlığı verirəm. Hacı, verilişimizi sizinlə başlamaq istəyirik, çünki keçən verilişimizdə mən elə bilirəm İmam Hüseyin əleyhissalamı Vəlid ibn Utbə öz sarayına dəvət elədi və İmam Hüseyin əleyhissalamla Vəlid ibn Utbənin arasında bir sıra diyaloqlar oldu. İşarə elədiniz. Mən istərdim o barədə siz söhbət eləyəsiniz. Bildiyiniz kimi İmam Hüseyin əleyhissalam tək gəlmədi ora və 30 nəfər say hesabı ilə öz ətrafını Bəni Haşimlə cavanlarda yığdı, gətirdi, sarayın qarşısında saxladı ki, əgər məni buraxmasalar, məni saxlasalar, zindana salsalar, siz o zaman mən sizə müraciət eləyəcəm, gəlin, məni azad eləyin. Buyurun, söz sizdədir. Bismillahirrahmanirrahim və bihi nəstəin və sallallahu əla seyyidina Muhammed və alihi tahirin. Sallallahu aleykə ya Əba Əbdillah. Bəli, Şamil müəllim, təşəkkür edirəm. Keçən verilişə də qısa nəzər saldınız. Biz qeyd elədik ki, Muaviyyə öldükdən sonra Yezid 3 gün sonra gəlir Şam şəhərinə və rəsmi olaraq Şam cəmaatından özü üçün beyət alır və o cümlədən İslam məmləkətinin müxtəlif məntəqələrinə, valilərinə xəbər göndərir ki, mənim üçün hamıdan, ümumi şəkildə hamıdan beyət alınsın və beyət təzələnsin. Çünki Muaviyyə beyət almışdı. Xüsusi olaraq bir məktub özdə şiddətli şəkildə Mədinəyə göndərir və Vəlid ibn Utbə həmin zamanda vali idi, Mədinənin valisi idi. Ona da deyir ki, yenidən bütün insanlardan beyət al, xüsusi olaraq bəzi nəqillərə görə Hüseyin ibn Əli, Əbdullah ibn Zübeyir, bəzən Əbdullah ibn Ömər və digər şəxslərin də adı çəkilir. Amma xüsusilə bu iki nəfərin adı qeyd olunub tarixdə. Onlardan biri İmam Hüseyin əleyhissalam idi. Vəlid də gecə ilə Mərvan ki, təcrübəli idi bu sahədə, onu öz sarayına dəvət edir. Mədinə cəmaatı Muaviyyənin ölümündən xəbər tutmamış,
istəyirlər ki, İmam Hüseyn əleyhissalamı İbn Zübeyri dəvət eləsinlər, gecə vaxtı onlardan Beyət beyət alsınlar. Və keçən verilişə işarə olundu. Onlar elçilərin göndərirlər. İmam Hüseyn əleyhissalamdan Zübeyir Mədinə məscidində olur və İmam Hüseyn əleyhissalam buyurduğunuz kimi 30 nəfərdən ibarət Bəni Haşimdən, o Bəni Haşim cavanları ilə birlikdə daxil olur Vəlidin sarayına. Dediniz ki, 3 gün sonra Yezid gəlir Şama. Bəli. Şamda deyil idi elə Yezid. Xeyr, Şamda deyil. O cürə ki, tarixdə qeyd olunub. Ov səfərində idi və elə bir uzaq bir səfərdə idi ki, 3 günlük fasiləsi var idi sarayla, yəni Şam məntəqəsi ilə. Bəli, Vəlid ibn Ütbə Mərvanla məşvərət etdikdən sonra İmam Hüseyn əleyhissalamı ehzar edirlər, çağırırlar saraya. İmam Hüseyn əleyhissalama Muaviyənin ölümündən xəbər verirlər və deyirlər ki, Yezidin də məktubudur, bu məktubu bundan ibarətdir. Gərək beyət edəsən. İmam Hüseyn əleyhissalam ilk öncə inna lillahi və inna ileyhi raciun istirca kəlməsini oxuyur və buyurur ki, sizin intizarınız olmasın ki, mənim kimi bir şəxsiyyət gizlində beyət eləsin. Deyir, siz də gözləyin sübhi, yəni sabah asılsın, mən də gözləyirəm. Ondan sonra baxarıq görək necə olur. Amma Mərvanın təkidi bu idi ki, Vəlid ibn Ütbəyə gərək ki, bu gecə İmam Hüseyn əleyhissalamdan beyət alasan. Əks təqdirdə artıq sən buna əl tapa bilməyəcəksən, heç vaxt da beyət eləməyəcək. Ya beyət al, ya da boynunu vur. Yəni, eyni ifadəsi bundan ibarət idi. Artıq burada bugünkü verilişdən etibarən mən İmam Hüseyn əleyhissalamın müxtəlif şəxslərlə görüşündə olan kəlamları nəql edəcəm. Ustad inşallah tarixə, o tarixdə baş verən bu şəxsiyyətlər haqqında inşallah məlumat verər. Orada nəql edirlər, tarixdə qeyd olunub ki, İmam Hüseyn əleyhissalam çox narahat olur. Həddindən artıq çox narahat olur. Və buyurduğunuz kimi İmam Hüseyn əleyhissalam bu ətrafında Bəni Haşim cavanlarına 30 şəxsə demişdi ki, görsəz ki, mənim səsim hündürdən gəlir, ucadan gəlir, o surətdə daxil olarsınız saraya. İmam Hüseyn əleyhissalam narahat olur və üzünü tutur Mərvana. Eyni ibarəsi bundan ibarətdir. Vəyli ələykə yəbnə zərqa. Zərqa Mərvanın anasının adı yox, ləqəbi idi. İmam Hüseyn əleyhissalam həqiqətdə bu ləqəblə Mərvana bir, necə deyərlər, bir zərbə də vurur. Ki, sən filan xüsusiyyətə malik olan qadının oğlusan. Özdə buna da diqqət et. İmam demir vəylun əleykə. Bu vəylünlə vəylin arasında fərq var. Vay olsun sənə. Bir də bu ki, vəyli mənim tərəfimdən. Yəni, mən səni cəhənnəm arzulayıram. Mən səni Allahdan cəhənnəm arzulayıram. Davamında bu ki, ətəmuru bizərbi unuqi. Sən vəlidə əmr edirsən ki, mənim boynumu vursun. Kəzib də vəllah, and olsun Allaha ki, sən yalan danışdın. Vəllah ləv rəmə zalikə əhədun minən nas. İmam Hüseyn əleyhissalam düzdür, imamdılar, mehribandılar, amma eyni zamanda bunlar düşmənin müqabilində şücaətlidirlər, qorxmazdılar. İbarəsinə diqqət edin, İmam Hüseyn əleyhissalam and olsun Allaha. Əgər bu sözü səndən başqa insanlar arasından bir nəfər bunu mənə desəydi, ləsəqəytul ərzə min dəmihi. Yeri onun qanı ilə sulayardım. Yəni, heç kimin haqqı yoxdur bu sözü mənim barəmdə desin. Qəblə zalik. Və inşiitə zalik fərum. Əgər istəyirsən, boynumu vurasan, vur. Onda görəcəksən ki, fərum zərbə unuqı inkunda sadiqən. Əgər düz danışırsansa, eləyə bilərsənsə, boynumu vurasan, buyur, vur. Bu surətdə İmam Hüseyn əleyhissalam artıq Mərvandan üzünü döndərir, Vəlid ibn Ütbəyə sarı. Buyurur ki, Sümmə əqbələ Hüseyn əleyhissalam ələ Vəlid ibn Ütbə. Artıq orada biz işarə elədik, hətta Muaviyənin zamanında İmam Hüseyn əleyhissalam bəzən onların iç üzünü açardı. Bəzən də özlərini, Əhl-i Beyti tanıtdırardı. Orada da tarixi cümləsini buyurur. Buyurur ki, əyyuhəl əmir. Ey əmir, Vəlid ibn Ütbəyə xitab edir. Biz bilirsiniz kimi, İnna əhlə beytin nübuvvə. Əhl-i Beyt. Biz nübuvvət beytinin əhliyik. Əhl-i Beyt bizik. Və mə'dinir risalə, o risalətin mə'dəni, Peyğəmbər ki, onun adına siz hakimiyyətçilik edirsiniz, onun mə'dəni bizim yanımızdadır. Və müxtələfil məlaikə, mələklərin gəlged elədiyi ev bizlərik, mələklər bizə nazil olurlar. Müxtələfin bir mənası, bəziləri elə bilirlər ki, ixtilaf kəlməsindən götürülüb, amma müxtələfil məlaikə, ixtilafın bir mənası da gedib-gəl mənasındadır. Müxtələfil məlaikə, yəni mələklərin gedib-gəl elədiyi bir yer.
və məhəllur rəhmə, Allahın xüsusi rəhmətinin nazil olduğu yer bizik. Bu çox önəmlidir. Bu ki, və bina fətəhəllah və bina xətəm. Bunu bilin, Allah Taala İslamı bizlə başladı. İslamın sonu da bizlə qurtaracaqdır. Siz indi müvəqqəti eləyə bilərsiniz, zahirdə hakimiyyətçilik eləsiniz. İslam bizə aiddir, İslamın da sonu bizlə davam edəcək. Yəni İmam Zamana işarə eləyir. Bəli, bəli. Və davamında yenə də özün tanıtdıqdan sonra dəfələrlə bu cümlələrə işarə olundu. Keçən verilişdə Ustad Rafael də işarə elədilər. Yenə də qayıdır Yezidə. Çünki Yezid üçün beyət almaq istəyirdi. Təkrar olsa da İmam Hüseyn əleyhissalamın kəlamıdır. Buyurur ki, amma Yezid rəculun fasiqun. Fasiq insandır. Mənim kimi bir şəxsiyyət ki, mələklər nazil olub gedir, nazil olub gedən yerdir. Mədin risalədir. Risalətin mədəni bizi deyirsiniz Yezid kimi bir şəxsiyyətə beyət elə. Yezid kimdir? Yezid rəculun fasiq. Fasiq bir insandır. Şaribu xəmrin. Şərab içəndir. Şərab ki, açıq, aydın. Müsəlmanları nə ilə tanıyırlar indi aləmdə? Elə biraz məlumatı olan İslamdan deyirlər ki, arağı haram bilirlər. Amma deyir, xəlifə ki, Yezid olsun, şərab içən idi. Qatilun nəfsil möhtərəmə, haqsız yerə insanları öldürəndir. Mu'lunun bil fisk, fiski açıq-aşkar həyata keçirəndir və davamında artıq bu İmam Hüseyn əleyhissalamın özündən əlavə qiyamətə qədər İmam Hüseyn əleyhissalamın yolunu gedənlərə bir mesaj verir. Buyurur ki, və misli la yubayu li misli, mənim mislimdə olan bir şəxs, nəinki mənə, özünün əvvəldə demişdi, orada işarə elədi ki, mənim kimi bir şəxsiyyət gecə vaxtı gizlində beyət eləməz. Amma burada buyurur ki, mənə özüm bənzədən bir şəxs və mənim kimi bir şəxsiyyət onun kimi bir şəxsiyyətə heç vaxt beyət eləməz. Davamında buyurur, tamamlayıram, və lakin nusbihu və tusbihun, lakin siz də sabaha qədər gözləyin. Biz də gözləyirik, nəntəziru və təntəzirun əyyunə əhəqqu bil xilafə. Buna da işarə edir ki, siz məndən beyət alırsınız, amma gözləyin ki, sabah açılsın. Onda biləcəksiniz ki, xilafətə daha layiqli kimlərdir? Biz, yoxsa Yezid? Yezid. Allah razı olsun. Rafael müəllim, Vəlid ibn Utbə İmam Hüseyn əleyhissalamı saraya çağıranda tək deyil idi. İmam tək deyil idi. Abdullah ibn Zübeyir də onun yanında idi. Abdullah ibn Zübeyrin başına nə hadisə gəldi? Necə oldu? Getdi saraya, sarayda iştirak elədi o məclisdə. Ya Mədinəni tərk elədi, nə oldu? Bismillahirrahmanirrahim. Elhamdülillah və sallallahu ala Muhammedin və alihi tahirin. Allahümme sallallahu. Esselamu aleykə ya Əba Abdillah. İmam Hüseyn əleyhissalam ki, getdi xəlifənin sarayına, mən xırdalıqlarını danışmıram, Ustad Duran qeyd edib və arada olan diyaloqlarda danışıb. İbn-i Zübeyir getmədi, İmam Hüseyn əleyhissalam həmən günü getdi. Təbii ki, bu danışıqlardan belə ələ gəlir ki, gecə olmamışdı hələ. Amma adətən İbn-i Zübeyrin də sözü bu idi ki, bu vaxtı məclis vaxtı deyil. Yəni, bu vaxtı adamı saraya çağırsınlar, nəyəsə görə məclis qurulsun. Bunu İmam Hüseynə deyirdi. İmam Hüseyn salama deyirdi və oradan şübhələnirdi ki, nəsə qeyri-addi bir məsələ var. Amma söhbətdən belə çıxır ki, hələ qurub olmamışdı. Yəqin ki, onların məclisləri adətən günortadan qabaq olurmuş ki, onu belə məsələ maraqlandırırdı ki, nə üçün bu vaxtı bizi çağırır. Uzatdı. İmam Hüseyn əleyhissalam demək olar ki, getdi. O dəfələrlə elçi gəldi, getdi. İmam Hüseyn əleyhissalam narahat oldu və göstəriş verdi. Uzaqlaşın, özümüz gələcəyik də. İmam qayıtdı, gəldi evə, namaz qıldı, dəst namazı aldı və Bəni Haşimi yığdı, Bəni Haşimlə getdi. Amma İbn-i Zübeyrin dalıcı o qədər adam göndərdilər, gəlmədi. Sonra onun evini mühasirəyə aldılar. Evini mühasirəyə aldılar ki, zorla aparmaq istəyirlərdi. Bu da evdən çıxmırdı. Bu qardaşı Cəfəri göndərdi ki, getsin Vəlidin yanına, ondan icazə alsın ki, sabah gələr. Qardaşı gəldi Vəlidin yanına, dedi ki, sənin bu elçilərin mənim qardaşımı çox əsəbləşdirdilər, narahat elədilər. İndi halı özündə deyil, biraz əsəbidir, biraz da qorxu içindədir. O qədər gəldilər, getdilər, bu qorxuya düşüb. İcazə verginən sabah sübh gələr, sübh sənin xidmətinə çatarıq. Və Vəlid də dedi ki, heç eybi yoxdur,
Quran ayəsi ki, sübh yaxındır, onu oxudu və Cəfər getdi. Cəfər getdi, qardaşına dedi ki, bəs sabah sübhə qədər ruxsat almışam, icazə almışam. Gecə yarısı idi, Əbdullah ibn Zübeyir qardaşına dedi ki, bu gecə çıxmalıyıq şəhərdən. Mən qorxuram. Nəyə görə bu? Baxın, İmam Hüseyn əleyhissalam qaldı və neçə gün qaldı. Biz bəzən elə bilirik ki, Vəlidin sarayından çıxan kimi imam elə o gecəni hərəkət elədi Məkkəyə. Xeyr, imam neçə gün qaldı. İndi deyəcəm neçə gün qalıb. Əlbəttə, tam dəqiq məlum deyil, amma bu ki, gedən proseslərdən, hadisələrdən belə gəlir ki, bir neçə gün imam Mədinədə olub. Amma İbn Zübeyir həmən gecəni çıxdı. Niyə? İbn Zübeyrin elə bir arxası yox idi. İbn Zübeyrin elə bir cəmiyyət tərəfindən bir məqamı, bir ehtiramı yox idi ki, məsələn... İnsanlar onun tərəfinə gəlsin. Bəli, insanlar tərəfinə gəlsin və ya xəlifə çəkinsin onu öldürməyə, xəlifənin valisi. Vəlid ibn Utbə. Bəli, Vəlid ibn Utbə. Ona görə o canından qorxurdu. Əlbəttə, belə də deyildi, ya tam adsız, sansız bir şəxs olsun, xeyr. Atasına görə, sonra xalasına görə, Ayşə xalası idi, ona görə... Özü Cəməl döyüşündə böyük bir sərşərdi idi. Bəli, özü də ki, demək olar ki, yaşı keçmişdi, artıq tayfası da balaca deyil idi. Bu, amma hər halda qorxurdu. Gecə yarısı Cəfərə dedi ki, sən o elə həmişəki yolla, ya belə deyək, o böyük yol ki, Məkkəyə gedir, hamı oradan get gəlir, sən orayla get, mən ayrı bir yolla, yəni gizli bir yolla, alternativ yolla. Bəli, oradan gedəcəm. Bilirəm ki, bunlar bizim dalımıza gələcək, qoy bunlar bizə çata bilməsinlər və ya məsələn çatsalar, səni tutsalar da məni tuta bilməsinlər. Yəni qardaşın özünə fəda eləkdir. Belə də oldu, gecə yarısı evdən çıxdılar və fərqli yollarla üzü Məkkəyə doğru getdilər. Səhər olanda Vəlid göstəriş verdi ki, artıq götürün, gətirin onu. Gördülər ki, evdə deyil. Evdə olmadığına görə gəldilər Vəlidə xəbər verdilər, Vəlid narahat oldu. Yenə Mərvan da onun yanındaydı. Mərvan dedi ki, mənim nəsiyyətimə qulaq asmırsan da, qulaq assaydın, bax, bu işlər baş verməzdi. Mən sənə dedim ki, onlara imkan vermə, fürsət vermə. Elə bu dəqiqə gətir və burada ya beyət al, ya elə burada da boyunların burcuna. Sən mənə qulaq asmırsan. Sən gəlir axşam ona fürsət verməyəydin, icazə verməyəydin o sübh gəlməyinə. Elə axşamla da onu gətirəydin. İndi qaçdı, əlindən çıxdı və Mərvanın hey sözü bu idi ki, Vəlidə, bax ki, bunlar sənin əlindən çıxsalar, bu şəhərdən çıxacaqlar və gedəcəklər özlərinə ətraf yığacaqlar və artıq həm sənə də çətin olacaq, həm xəlifəyə də çətin olacaq bunların qarşısında durmaq. Bunu bəzən təhlil edəndə deyirik ki, indi bu güman edirdi, amma artıq cəmiyyətin içində bu söz yayılmışdı ki, İmam Hüseyn əleyhissalamı İmam Hüseyn əleyhissalam Yezid tərəfindən şəhid olacaq, Kərbəla torpağında şəhid olacaq. Ona görə Mərvan istəyirdi ki, imam çıxmasın o şəhərdən. Bilirdi ki, çıxsa Məkkəyə, oradan Kərbəlaya gedəcəkdir və adam toplayacaq. Yəni, o sonun Peyğəmbərin hədislərinə əsasən, İmam Əli əleyhissalamın hədislərinə əsasən, İmam Hüseyn əleyhissalamın öz dilindən olan hədislərə əsasən artıq bu məsələnin sonun Mərvan kimilər bilirdi. İndi hamı da deməsə, amma Mərvan kimilər bilirlərdi ki, sonun necə olacaqdır. Ona görə deyirdi ki, qoyma çıxsınlar. Qoyma çıxsın. Bildiyim kimi Abdullah ibn Ömər də var idi, Abdullah ibn Cəfər də var idi, beyyət etməyənlərin arasında. Bunların talehi necə oldu? Baxın, onlar çox maraq. Yəni, demək istəyirəm ki, biz keçən verilişlərdə işarə elədik ki, Abdurrahman ibn Əbu Bəkiri zəhərlədi öldürdü, Ayşəni zəhərlədi öldürdü. Amma Abdullah ibn Ömərdən, Abdullah ibn Cəfərdən artıq gizlin qaldı, biz söhbət eləmədik. Bəli. Baxın, İmam Hüseyn əleyhissalam Bəni Haşimin başçısı idi, ağsaqqalı idi. Abdullah ibn Cəfər olsun, Məhəmməd Hənəfi olsun və digərləri olsun, onlar İmam Hüseynə tabe bir şəxs idilər. Əgər görsəydilər ki, imam beyət edib, onlar da beyət edəcəkdilər. Əgər görsəydilər, imam beyət etmədi, onlar da beyətdən boyun qaçıracaqdılar. Ona görə bu Yezid çalışırdı ki, İmam Hüseyndən beyət alsın.
İmam Hüseyndən beyət alsaydı, artıq Əbdullah ibn Cəfər onu maraqlandırmırdı çox. Çünki bilirdi ki, o istər-istəməz beyət edəcək. Ona görə, amma Əbdullah ibn Ömərin barəsində ixtilaf var. Bəzi məktublarda onun adı gəlib, bəzi məktublarda gəlməyib. Mən belə düşünürəm ki, ya onun adını sonradan məktublara salıblar ki, onu da bir növ qəhrəmanlaşdırsınlar ki, zülmlə barışmırdı, Yezdin əleyhinə çıxırdı, yəni beyət etmirdi. Muaviyyənin öz sözü ona şahid. Çünki Muaviyyə deyir ki, mən sənə Əbdullah ibn Ömərdən qorxmuram. Sən əsas önəmli olan Əbdullah ibn Zübeyr və İmam Hüseyn əleyhissalamdır. Deyir, o ibadət əhlidir. Elə onu biraz necə təhdid eləsin, elə ibadəti ilə məşğul olur. Deyir ki, tamahı var. Bəli. Amma gözləyir ki, ikəlli kimsə gətirib versin ona. Yəni özündən maya qoysun, zəhmət çəksin, nəsə mübarizə eləsin bu yolda. Onu eləməyəcəkdir. O asayiş, rahatlıq tərəfdarıdır. Bəli. Amma elə zehnimə gəlir ki, o məktublardakı adı var. Məktubların sayı fərqlidir. Yəni fərqli məktublar Yeziddən gəlib. Bəzilərində onun adı var, bəzilərində yoxdur. Məsələn, birinci məktub ki gəlmişdir, orada yalnız İmam Hüseyn əleyhissalamdan Əbdullah ibn Zübeyrin adı var. Amma tək bu məktub deyil. Elə ki, Zübeyr qaçdı, Zübeyri tuta bilmədilər. 80 nəfər atlı göndərdilər ki, İbn Zübeyri tutub gətirsinlər. Onlar getdilər, tapa bilmədilər, geri qayıtdılar və Vəlid bir məktub yazdı Yezidə ki, bəs belə bir hadisə oldu. Cəmaatın arasında hamı sənə beyətə maraqlıdır, meyillidir, rəğbət var hamıda, amma o dediklərin adamlardan biz beyət ala bilmədik. İbn Zübeyr əlimizdən çıxdı. İmam Hüseyn əleyhissalam da beyətdən boyun qaçırtdı. Hacı, İmam Hüseyn əleyhissalamın Vəlid ibn Utbə ilə orada diyaloqlarından maraqlı bir nöqtə var ki, Vəlid ibn Utbə baxmayaraq ki, Muaviyyə tərəfindən, Yezid tərəfindən vali idi, amma bir də meyli var idi ki, Əhl-i Beytə, Peyğəmbərin övladlarına bir ehtiram qoysun. Yəni bir qorxurdu. Mən elə biləm ona görə icazə verdi ki, İmam Hüseyn əleyhissalam getsin. Amma burada daha bir nöqtə budur ki, İmam Hüseyn əleyhissalam ki, getdi. Niyə İmam Hüseyn əleyhissalam orada tək beyyət eləmək istəmədi? İstədi cəmaatın gözünün qabağında ki, dedi, insanları topla, gəlsin, hamının gözünün qabağında beyyət olunsun. Niyə? Əvvələn, çox gözəl nöqtəyə işarə etdiniz. Bu ki, Vəlidin söhbətlərindən, həmin o məclisdə olan söhbətlərindən belə ələ gəlir ki, məxsusən Mərvanla olan dialoqundan. Çünki Mərvan təkid edirdi ki, İmam Hüseyn əleyhissalamın beyət al ya da boynu vur. Amma Vəlid deyir ki, xeyr, mən axirətimdən qorxuram. Hətta bu kimi ifadəsi də vardı. Məxsusən o İmam Hüseyn əleyhissalam ki, Mərvanın üzərinə biraz narahat oldu, qəzəbləndi. Orada bir ifadəsi var ki, bir ki, mən sənə dedim ki, əgər İmam Hüseyn əleyhissalam bir narahat edəsək, İmam Hüseyn əleyhissalam bir şirdir. Buna bənzədir. Amma bunlar nə bilim, tarixdə qeyd olunub, bu tarixdə yəni inkar olunmayan faktlardır, onun dilindən də gəlib. Amma bu belə bir şəxs əgər axirəti dalınca idisə, Yezidin valisi olmazdı. Əhl-i Beytin haqqını tapdalan qəsbiyana qəsb eləmişlər, o məqamlar hamısı Əhl-i Beytə aid idi. Amma hər halda tarixdə buyurduğunuz kimi bu məsələlər vardı ki, ən azından Mərvan kimi qəddar deyildi. Ən azından istəyirdi İmam Hüseyn əleyhissalama bir hörmət göstərsin, hörmət gözü ilə baxsın. O cümlədən icazə də verdi. Yəni icazə də verdi, sarayı tərk elədi. Amma bu iki işarə elədiniz ki, nə üçün İmam Hüseyn əleyhissalam buyurdu ki, sabaha qalsın, gizlində olmaz. Səhv eləməsəm, keçən verilişdə Ustad Rafael ona cavab verdilər. Həqiqətdə İmam Hüseyn əleyhissalam sabaha saxlamaqla bütün insanların gözü İmam Hüseyn əleyhissalamda idi. Əgər İmam Hüseyn əleyhissalam beyət etməsəydi, bütün insanlar da beyət etməyəcəkdi. Və məxsusən bunu nəzərə alaq ki, hələ o vaxta qədər Mədinə cəmaatı Muaviyyənin ölümündən də xəbər yox idi. Hamının gözü İmam Hüseyn əleyhissalamdan idi. Amma mən bir başqa məsələyə də işarə etmək istəyirəm və zimnən İmam Hüseyn əleyhissalamın bir kəlamına da işarə edəcəm. Ustad da işarə elədilər. İmam Hüseyn əleyhissalam Vəlid ibn Ütbənin məclisini tərk etdikdən sonra neçə gün Mədinədə qaldı. Bir gün yazanlar da var. Və hətta bəziləri buyurur ki, elə həmin günün səhəri İmam Hüseyn əleyhissalamda, amma gizlin yoldan yox. Elə ən böyük yolla, cəmaatın gedib gəldiyi yolla Məkkəyə tərəf hərəkət elədi. Amma Şeyx Mufid
bunu qəbul eləmir. Deyir, ən azından 2-3 gün İmam Hüseyn əleyhissalam Mədinədə qaldı. Bəziləri çox yazanlar da var. Neçə günlər deyirlər qaldı. Amma nəzərə gəlir ki, Şeyx Mufidin, indi ustad da yəqin ki, təyid eləyər, nəzəri düz olar. Bu cəhətdən ki, biz bir tərəfdən Yezidin təkid edərək beyət almaq məsələsi, Vəlidin israrı, o cümlədən Mərvanın israrı ki, bu gərək beyət edəsiniz. Beyət etməsəz, boynuz vurulacaq. Bir tərəfdən də İmam Hüseyin əleyhissalamın bir sıra işləri, səfərə olan hazırlıqları, bir sıra şəxslərlə görüşü, bunlar da nəzərəndə məlum olur ki, ən azından 2-3 gün Mədinədə qalıb. Nə çox qala bilməzdi, çünki onlar beyətə israrlı idi. Həm də dərhal da çıxa bilməzdi həmin gecənin səhəri, çünki orada biz görüşlər vardı, Ümmü Sələmə ilə görüş var, biz ona işarə edirik, orada Çalamı vardı, o cümlədən Bəni Haşimin bəzi şəxsiyyətlərindən, Məhəmmədi Hənəfi ilə görüşləri var, söhbətləri vardı. Var onlarda. Doğrudur. Rəfal müəllim, biz bu arada Vəlid ibn Utbənin yanında Mərvan ibn Həkəm də həmişə olur. Mərvan Vəlid ibn Utbəyə bir növ söz qüvvəti olaraq onu qıcıqlandırır, bu işi gör, beyyət al, İmam Hüseyin əgər beyyət almasa qoyma, getməyə boynun vur filan. İstər Mərvan ibn Həkəmin özünün barəsində biraz açıqlama verərdiniz. Nə idi rolu? Niyə həmişə Vəlid ibn Utbəni belə qıcıqlandırırdı? Niyə İmam Hüseynə qarşı bu qədər kinə saxlamışdı? Mərvan ibn Həkəm kim idi? Mərvan ibn Həkəm ibn Əbil-As ibn Üməyyət ibn Əbdüşşəms ibn Əbdümenaf. Bu Bəni Üməyyədəndir. Bəni Üməyyənin böyüklərindən hesab olunur. Demək olar ki, bunun Peyğəmbərin Mədinədə hicrət etdiyi zamanda bu dünyaya gəlib. Peyğəmbər vəfat edəndə bunun 8 yaşı var idi. Atası Həkəm də sonradan müsəlmançılığı qəbul etmiş, amma münafiqliklə məşğul idilər. Ona görə Peyğəmbər bunları təbid elədi, yəni sürgün elədi. Peyğəmbər Mərvanın atasını sürgün eləmişdi. Atasını sürgün eləmişdi, Mərvan da yanında. Və bunlar getdilər Taifdə yaşadılar. Peyğəmbərə dəfələrlə Osman gəldi, xahiş elədi. Osman da bunların əmsi oğludur, Bəni Üməyyədəndir. Dəfələrlə Osman xahiş elədi ki, icazə ver, qayıtsınlar Mədinəyə. Peyğəmbər icazə vermədi. Hətta Rəfal müəllim, birinci xəlifə və ikinci xəlifədə öz zamanlarında cürət eləmədilər, onları qaytarsınlar. Bəli, Osman bu işin dalınca çox gedirdi və birinci xəlifə Əbu Bəkirin yanına getdi ki, bunları qaytar geri, icazə ver, qayıtsınlar. Dedi ki, mən Peyğəmbərin sürgün etdiyi adama icazə verə bilmərəm. İkinci xəlifə Ömərin yanına getdilər ki, bəs icazə ver, qayıtsın. Dedi, verə bilmərəm. Ta ki, Osman özü xəlifə oldu. Özü xəlifə olandan sonra onu gətizdirdi. Gətizdirəndən sonra... Qohumluğa çatırdı. Bəli, onun yeznəsi oldu. Osmanın yeznəsi idi. Və bu tərəfdən də ki, Bəni Üməyyədən əmsi oğlu idi. Və özünə müşavir seçdi və ona vəzifə verdi. Bir növ onu böyütdü, əzizlədi. Ta ki, bu Muaviyyənin zamanında İmam Həsən əleyhissalamın sülhündən sonra ki, Muaviyyə artıq xəlifə oldu. 42-ci ildə, ondan biraz sonra 42-ci ildə hicrətin buna valilik məqamını verdi Muaviyyə. Bu Mədinənin valisi oldu, hakim oldu. Ta nə vaxta qədər? 49-a qədər. 49-da Muaviyyə bunu əzl elədi, işdən çıxartdı. Yəni İmam Həsən əleyhissalamın şəhadət ilində. Bəli. Niyə çıxartdı bunu? Səbəbin yazırlar ki, Muaviyyə bunu təkid edirdi, Yezdə beyyət al, bu da almırdı. Muaviyyə yazırdı, bilmirəm, özünün deyəsən könlündən keçirdi xəlifə olmaq, Muaviyyəyə canişin olmaq, ya hər nəysə utanırdı, Yezid belə bir adam idi. Məsələn, bir çoxları utanırdı, onun adını dilinə gətirsin ki, mən buna istəyirəm beyət alam. Ziyad ibn Əbih də məsələn, Muaviyyə ona yazmışdı ki, Yezidə beyət al. O deyirdi ki, öz-özündə deyirdi, mən onu necə beyət alım? Araq çən, qumar oynayan, nə bilim, meymunla oynayan adamı mən necə xəlifə unvanda cəmaatla beyət alım? Yəni, bu utanc verici bir hadisə idi ki, hətta İbn Ziyad kimilər belə, Mərvan kimilər ona beyət almağa üzləri yox idi. Başqa bir tərəfdən də ola bilər ki, özünü də könlündən keçirdi xəlifə olmağa, ona görə almırdı, gecikdirirdi. Yəni, yazırdı ki, Muaviyyə məktubunda yazır ki,
sənin qohumların Yezidə beyət eləmək istəmirlər. Yəni Bəni Umayyə istəmir. Bir halda ki, Muaviyə bilir ki, bu özü istəmir. Ona görə onu işdən çıxartdı. Onu işdən çıxardandan sonra Səid ibn Ası gətirdilər vəzifəyə. Ta 54-cü ilə qədər. 54-cü ildə yenidən Mərvanı gətirdilər iş başına. Mərvanı iş başına gətirməyin də səbəbi belə oldu ki, bu Muaviyə bilmirəm nədənsə, Səid də Bəni Uməyyədəndir, Səid ibn As da Bəni Uməyyədəndir, Mərvan da. Bunlar hamısı əmioğludular. Səidə göstəriş vermişdi ki, Mərvanın evin yandır. Bütün malın müsaade ilə evin də yandır. Alcınan ondan. Səid də bunu eləmədi. Səid ibn As eləmədi. Ta ki, istəyirdi bunların arasında bir ixtilaf yaransın, bunlar birləşməsinlər. Bəlkə də qorxurdu ki, bunlar birləşərlər, güc toplayarlar. Mənə qarşı çıxarlar. Maraqlıdır, Rəfəlim, həmin məktubu Mərvana da yazmışdı. Yəni, gizlində Mərvan hakimiyyətə gələndə Səd barəsində deyirdi, onun bütün malın, mülkün müsadirə ilə evində yandır. Amma o eləməmişdi, həyata keçirtməmişdi. Sonradan həmin məktubu Sədə yazır. Eyni məktubu, onun o hakimiyyət. Mərvana sonradan yazır. Bəli, sonra o da eləmir. Eləməyəndə sonradan bu açılır. Muaviyyəyə özləri yazırlar ki, sən bu məktub nədir? Eyni məktubu. Sən istəyirsən bizim aramızda kin-küdurət yaradacaq. Hətta Mərvan istəyirdi dağıtsın. Bəli. Bu 54-cü ildə ki, bu Muaviyyə gördü ki, Səd onun göstərişindən çıxır, o işi görmür, onu işdən çıxartdı. İşdən çıxartdı, Mərvanı gətirdi təzədən iş başına hakimiyyətə, vali oldu. Mərvana o məktubdan yazılır ki, Sədin evin yandır, malın müsadirəli. Mərvan da bir işçi qüvvəsi yığdı. Həyata keçirmək istəyirdi bu əmri. Gəldi bunun evini yandırmağa. Dedi ki, niyə bu işi görmək istəyirsən? Axı biz Bəni Uməyyədənik, hamımız qohumuq. Dedi ki, xəlifənin göstərişidir. Dedi, axı, xəlifə o göstərişdən mənə də vermişdi, mən eləmədim. Məktubun göstərir. İnanmır əvvəl. O da məktubu saxlamışdı. Gətirir məktubu göstərir. Göstərəndən sonra Mərvan bu işindən çəkinir. Görsənir ki, Mərvan bu Bəni Uməyyənin içində ən murdar bir insan idi, xislət, əxlaq baxımından. Bu, çox hiləgər də bir şəxs idi. Doğrudur. Və xilafətdə də gözü var idi. Dəfələrlə demək olar ki, xilafət başında ya olub, ya da ki, müşavir kimi olub. Bu, özü də ki, bunun yerinə kim gəlsəydi, bunu acığı tuturdu. Bu istəyirdi ki, həmişə bu Mədinənin valisi olsun. Ona görə gördük ki, Vəlid ibn Utba gələndən sonra onunla arası yox idi ki, bu niyə məsələn bu gəldi mənim yerimə? İmam Hüseyin əleyhissalam elə məclisə daxil olanda bir dənə ifadə işlədir orada. Təfsirində yazırlar ki, bu işarədir Vəlidlə Mərvan arasında olan kin-küdurət. Bəli. İmam buyurur ki, sülh eləsəz daha yaxşıdır, aramlıqla yaşayın. Baxın, o düşmənli idilər, amma İmam Hüseyin əleyhissalamın əleyhinə ikisi birləşmişdilər. Baxmayaraq ki, öz aralarında ixtilafları da var idi. Hətta Vəlid məcbur bilmirdi, yəni heyrətdə qalmışdı İmam Hüseynin neynəsin, ona görə Mərvanı çağırdı ki, ondan məşvərət alsın, amma razılaşmadı o məşvərəti ilə və bir sözü vardı, bunu dəfələrlə təkrarlayır ki, kaş anadan doğulmayaydım, kaş bu günü görməyəydim, mən məcbur olam Fatimə balasını mən şəhid eləyəm, öldürəm. Yəni, doğrudur. Hacı, artıq İmam Hüseyin əleyhissalam Vəlidin yanından ayrıldı, getdi və indi belə deyək də oturdu, fikirləşdi ki, neyniyim, nə alarım, yol axtarır. Yolu tarixdə qeyd olunan kimi qələmə verirlər ki, artıq Mədinəni tərk eləsin. Amma Mədinəni tərk etməmişdən qabaq bir sıra insanlarla görüşdü. Ümmü Sələmə ilə, qardaşı ilə. Bu barədə istərdim söhbət eləyərisin. Təşəkkür edirəm. İmam Hüseyin əleyhissalam həmin günün səhəri elə istəyir ki, bəzi yeni xəbərlər əldə eləsin. Elə bu məqsədlə evdən çıxır və istəyir məscidi Nəbi, Peyğəmbərin məscidinə getsin. Yenə də bu yolda Mərvanla üzləşir. Orada da Mərvanla İmam Hüseyin əleyhissalamın maraqlı diyaloqu var. Mərvan deyir ki, mən sənin yaxşılığını istəyirəm. İmam Hüseyin əleyhissalamı deyir, nəsihət verir İmam Hüseyin əleyhissalama. Mənim sözümü qəbul et, etsin, bu sənin dünya və axirət xeyrinədir. İmam Hüseyin əleyhissalama deyir. İmam buyurur ki, eşidirəm. Nə demək istəsən? Amma bunun
cəsarətinə bax. Deyir ki, mən sənə əmr edirəm, in ifadəsi budur. Mən sənə əmr edirəm, Əmirəl-Müminin Yezidə beyət edəsən. Bu sənin din və dünyanın xeyrinədir. Bunu Mərvan İmam Hüseyin əleyhissalama deyir. Amma İmam Hüseyin əleyhissalam burada da Muaviyyənin ölümün bir daha xatırladır. İnna lillah və inna ileyhi raciun buyurur və məşhur kəlamlarından biri və ələl-İslami əs-səlam iz qəd buliyyət ümmətu birain mislu Yezid. Deyir, əgər İslam ümmətinin başında Yezid kimi bir şəxsiyyət olacaqsa, Yezid xəlifə olacaqsa, gərək İslamın Fatihəsini biz indidən oxuyaq. Yəni, Yezid əgər varsa, yəni İslam sondur. Burada da özü həqiqətdə mövqiyyətini də göstərir. Yəni, Yezidin ləyaqəti yoxdur. Və burada ustad da işarə elədilər. İmam Hüseyin əleyhissalam təzədən üst tutur Mərvana. Yenə vəyhəkə ətəəmurunu bi beyəti Yezid. Yenə təkrar edir. Sən mənə əmr edirsən ki, mən Yezidlə beyət edəm və huvə rəculun fasik. Təkrar. Bu kəlamı İmam Hüseyin əleyhissalam dəfələrlə deyib. Fasik bir şəxsdir. Ləqəd qultə şətətən minəl qol, ya əziməzzələl. Böyük zəlalətə giriftar olan şəxsən böyük bihudə bir söz dedin. Davamında işarə edir bunun şəxsiyyətinə. Ustad bəzi xüsusiyyətlərinə işarə edir. Deyir, ümumiyyətlə, mən niyə özüm əziyyət edirəm? İmam Hüseyin buyurur. La əluməkə ələ qulikə. Deyir, mən səni məzəmmət eləmirəm. Bu ki, dəvət edirsən, məni əmr edirsən, Yezidlə beyət edim. Bu sözə görə mən səni gərək məzəmmət eləməyəm. Niyə? Li'ənnəkəl-lə'in əlləzi lə'ənəkə Rasulullah və əntə fi sulbi əbikə əl-həkəm ibni əbil-as. Mən sənə bu sözə görə məzəmmət. Bu söz səndən nədir? Təbiidir. Elə gərək sən bu kimi sözlər danışasan, Yezidə eləyəsən, beyət alasan. Çünki sən həmin şəxsən ki, Peyğəmbərin tərəfindən sənə lənət olub. O zaman ki, atağın sülbündə idin, Peyğəmbər sənə və sənin atana lənət oxudu. Davamında bu və innə mən lə'ənəhu Rasulullah la yumkinu ləhu və la minhu illa ən yədu ila beyəti Yezid. Bir şəxs ki, Peyğəmbər onun barəsində lənət deyibsə, belə bir şəxs Yeziddən başqasının dalıcan gedməz. Ancaq elə başqalarını Yezidin tərəfinə dəvət edər. Sümmə qalə İləykə ənni ya əduvvəllah. Sonra deyim, məndən sənə nəsihət olsun. Ey Allahın düşməni, fə inna əhlə beyti Rasulullah. Biz Allah Rəsulunun əhli beytiyik. Vəl haqqu fina. Haqq bizdədir. Artıq bu Mərvanın dərdinə dəymir bu söz. Bu Mərvandan sonra tarixdə gələn insanlar üçündür ki, insanlar bilsinlər ki, İmam Hüseyin əleyhissalam kimdir? Vəl haqqu fina. Və bil haqqi təntiqu əlsinətuna. Haqq bizdədir və bizim yalnız və yalnız bizim dilimizdə haqqı deyir. Haqq bizim dilimizdən cari olur. Və qad səmi'tu Rasulallah. Yəni demək istəyir ki, mən bu dediyim bu söz haqqıdır. Mən eşitdim Allahın Rəsulundan ki, yəqulu əl-xilafətu muharrəmətun əla ali Əbi Sufyan. Peyğəmbərdən eşitdim ki, xilafət Əbu Sufyan övladlarına Muaviyyə də daxildir, Vəlid də daxildir, Yezid də daxildir. Haramdır bunlara. Və ələt-tüləqai əbnai-tüləqa. Keçən versi usta işarə elədi. Bunlar azad olunmuşdur. Harada azad elədi? Peyğəmbər bunları, necə deyirlər, Məkkə fəthində hamısı əsir ola bilərdi. Hamısını da cəzalandıra bilərdi. Amma dedi, izhabu və entumut-tüləqa. Gedin. Mən sizi Allah yolunda, bu ən böyük zillət idi onlara. Deyir, mən Peyğəmbərdən eşitdim ki, Peyğəmbər buyurdu, bu tüləqaya, bu azad olunmuşlara xilafət haramdır. Davamında buyurur ki, Peyğəmbər buyurdu və izarə əytum muaviyyətə əla minbəri, əgər Muaviyyəni mənim mənbərimdə görsəniz, fəfqiru bətnəhu, onun qarnını parçalayın. Fəvəllah, artıq bu gilə idi. And olsun Allaha. Ləqəd rəahu əhlul Mədinə əla mənbəri cəddi, Mədinə əhli, həmin o Muaviyyəni cəddin Peyğəmbərin mənbərində gördülər, amma fələm yəfəlu ma umiru bihi. Peyğəmbərin göstərişinə əməl eləmədilər. Onu gərək çıxardardılar, öldürərdilər. Davamında bu. İndi ki, onu Peyğəmbərin göstərişinə əməl eləmədilər. Allah Taala onları müftala elədi Yezidə. Zadəhullah finnari əzabı. Allah Taala Muaviyyənin əzabını artırsın. Bu oxuduğum İbn Əsəm Əl-Fütuh kitabında, Xarazmi Məqtəl-Hüseyin kitabında, Seyyid ibn Tavuz Əl-Luhuf kitabında bunu nəql edib.
Çox gözəl Rafael müəllim, bu söhbətlərimizdən mən təxminən 40 dəqiqə yaxındır qulaq asıram. Belə bir şey nəzərə çarpır ki, İmam Hüseyn əleyhissalam Mədinədə olduğu müddətdə, əgər Yəzid ondan beyyət istəməsəydi, öz başına buraxsaydı imamı, ki, yaşa istəmirəm, səndən beyyət almıram. İmam Hüseyn əleyhissalam yenə sükut eləyəcəkdi. Yəni, Muaviyyənin dövründə necə yaşadısa, Yezidin də dövründə elə yaşayardı. Bu sualı biz düzgün istəsək təhlil edək, gərək o zamanda İmam Hüseyn əleyhissalamdan digərlərinin aralarında olan, məsələn, Məhəmməd Hənəfiyyə, Əbdullah ibn Ömər və Əbdullah ibn Abbas, o aralarda olan diyaloqlara baxsaq, bu sualın cavabını dəqiq ələ gətirə bilərik. Demək ki, İmam Hüseyn əleyhissalam onlarla diyaloqlarında, xüsusilə Əbdullah ibn Abbasla Əbdullah ibn Ömərin diyaloqunda var ki, yəni sən beyət eləginən və bu şəhərdə yaşa da, qal vətənində niyə çıxırsan ki, nə məcburdur, sən də başqaları kimi beyət elə. Bu sözdən belə çıxır ki, yəni beyət eləməsən, məcbursan çıxasan. Yəni imamı terror etmək ehtimalı var idi bu şeydə? Terrordan böyük açıq-aşkar, terror gizlində olan bir şeydir. Bunlar açıq-aşkar imamın boynunu vurmaq istəyirdi, yəni Yəzid beyət etməsəydi. Yəni, beyət etməsəydi İmam Hüseyn əleyhissalam Mədinədə qalmağı mümkün olmayacaqdı və ona görə Vəli çox pis vəziyyətdə qalmışdı. Bunun şahidi də var Rafael müəllim. Hətta Məkkədə də ki, Məkkə bir halda ki, əmin yeridir. Bu ehtimal var idi ki, İmam Hüseyn əleyhissalamı elə orada da öldürsünlər. Mən demək istəyirəm ki, Yezid beyyət istəməzdi heç İmam Hüseyndən, deyərdi ki, istəmirəm. Xeyr, o hələ birinci məktubundan yazmışdı da, beyəti ilk dəfə istəmişdi və burada ikinci bir məktub da var. İnşallah növbəti verilişdə o barədə ətraflı danışaraq. O ikinci məktubunda da, baxın, Vəlid də hey uzadırdı, çünki heyrətdə qalmışdı, bilmirdi neynəsin. İbn Zübeyri niyə? Onu məsələn əlindən çıxmışdı, narahat idi. Amma İmam Hüseyn əleyhissalama özü sanki istəyirdi ki, bu çıxsın bu şəhərdən, yəni mən səbəb olmayım onun qanun tökülməyinə. Nə olar, olar. Ona görə bir gün, hələ İmam Hüseyn əleyhissalam çıxmamışdı Mədinədən, Mədinədə idi. Bir gün Yezidin ikinci məktubu gəlmişdi. Demək, Vəlid məktub yazdı ki, bəs İbn Zübeyir əlimizdən çıxdı, neyniyək? Və İmam Hüseyn əleyhissalamdakı beyət eləmir, amma hər cəmaatın rəğbəti var sənə, hamı beyət eləyir. Bir də bunlarla da istəyirdi ki, Yezidi sakitləşdirsin. Amma Yezid məktubunda yazdı ki, narahat olma, nigaran olma. Əbdullah ibn Zübeyir ki, əldən çıxıb, narahat olmadan deyir ki, bir misal çəkir, yəni tülkü açıq havada hara gedəcək ki? Narahat olma, o uzaqbaşı Məkkəyə gedəcək bizim əlimizdədir, əlimizdən qaça bilməz, biz onu tutacaq gətirəcək yenə də. Amma sən Hüseyn ibn Əlidən beyət al, əgər beyət almasa, bu ikinci dəfə ki, məndən məktub göndərirsən, ya beyət məktubu göndər, ya da ki, başın o məktubla bir yerdə göndər. Əgər bunu eləsən və görür ki, Vəlid eləmək istəmir və uzadır, ona görə Vəlidi başlayır təşviq eləməyə. Deyir, əgər bunu eləsən, səni sərvər eləyəcəm, böyüdəcəm, nə bilim. Mal dövlət verəcəm. Bəli, bir növ məqamı ona işarə eləyir ki, yəni bu hakimiyyətə qalassan və əks halda qalmayacaqsan. İstəyir ki, bu işləri görsün. Bəli, ona görə də ikinci məktub gələndən sonra Vəlid elçi göndərir İmam Hüseyn əleyhissalamın qapısına. Elçi gəlir, deyir ki, evdə yoxdur. Vəlid elə bilir ki, İmam da İbn Zübeyir kimi çıxıb Mədinədən. Deyir ki, şükür Allaha ki, bu məsələ yəni mənim öhdəmə qoyulmadı ki, mən imamdan məcburi şəkildə ya beyət eləyim, ya şəhid eləyim onu. Onun qanun töküm, Fatimə balasının qanun tökmək mənim üçün əzab vericidir. Mənim bütün dünyam da, axirətim də ondan bərbad olardı. Mən niyə özümü o bəlaya salıb mübtəla eləyim ki, hakimiyyətə qalmaqdan ötürü Fatimə balasının qanun töküm. İstəmirdi də o işi görsün. Bilirdi ki, ən azından axirətə də inanmasaydı, bilir ki, dünyada rüsvay olacaq əgər bu işi görsə. Çünki İmam Hüseyn əleyhissalamın məqamı Mədinədə cəmaat üçün bəlli idi, hörməti yerində idi. Yəni,
siz Mərvana baxmayın ki, elə bir cəsarət eləyir, deyir onu öldür. Başqa hətta Bəni Ümeyyə də bu işi görmək istəmirdi. Ona görə Yezid də imamı şəhid eləyəndən sonra hey istəyirdi boynundan atsın İbn Ziyadın boynuna. İbn Ziyad da hey deyirdi ki, yox, o mənə göstəriş verdi. Yəni bir-birinin boynu heç kim açıq-aşkar deyə bilmirdi ki, hə, mən onu öldürmüşəm, məsələn, yaxşı eləmişəm. Sonradan, bu da Həzrəti Zeynəb sallallahu əleyhanın o çalışmağının, Əhl-i Beytin, yəni o təbliğatın nəticəsində oldu ki, bunlar rüsvay oldular və sonra boyunlardan atdılar. Yoxsa ilk öncə elə fəxr eləyirlərdi bundan. Ona görə Mərvan da elə bilirəm ki, o Peyğəmbər onu atası ilə təbid eləmişdi, təhqir olunmuşdu. O bir növ istəyirdi ki, elə Peyğəmbər ailəsindən bir intiqam alsın. Yəni təkcə onu elə Yezidin beyəti maraqlandırmırdı. Çünki o elə də çox arası yox idi. Nə Yezidlə, nə Muaviyyə ilə, nə digərləri ilə. Çünki onu da neçə dəfə vəzifədən çıxartmışlar və özünün də meyli var idi xəlifə olmağa. Və Yeziddən də sonra xəlifə oldu da. Yəni az bir müddətdə Yezidin... Mərvanilər ondan sonra... Bəli, Mərvanlar bunun nəslindəndir. Az bir müddət Yezidin oğlu Muaviyyə ibn Yezid oldu və sonradan bu gəldi hakimiyyətə. Yezidin arvadını aldı, sonra da elə Yezidin arvadı da Mərvanı öldürdü, elə bilən belə. Bəli, Yezidin arvadı, onun bir dənə də oğlu vardı. Elə ki, o Muaviyyə ki, ya istefa verdi, ya da ki, hər halda Bəni Ümeyyə onu istəmədi. Hər halda meyli, rəğbəti yox idi. Ona görə Mərvanı gətirdilər hakimiyyətə. Mərvan əlbəttə zor gücü ilə gəldi hakimiyyətə. Mərvan zor gücü ilə gələndən sonra Yezidin bir oğlu da vardı, Xalid. Ehtimal verirlərdi ki, onun ləyaqəti var, Bəni Ümeyyə deyirdi, onun ləyaqəti var və gözləyirlərdi ki, ondan vaxtsa o gəlsin xəlifə olsun. Mərvan ya ölüb getsin, yerinə onu canişin qoysun, ya hər halda bir çevriliş eləsinlər, Xalid gəlsin. Bu Xalid bu işi görməsin deyə Xalidin anası ilə evləndi. Və sonra hey Xalidi təhqir eləyirdi. Məsələn, məclisə Xalid girəndə deyirdi, hə, bu filankəsdir ki, anası belədir. Belə çox hayasız bir insan idi. Hətta Xalidin anasını almışdı, öz arvadı olmuşdu. Amma onunla belə ona, məsələn, təhqir eləyirdi ki, bu filankəsdir ki, anası belədir, bu nə bilim, belədir. Bunu təhqir eləyirdi. Bu da getdi anasına şikayət elədi ki, Mərvan mənimlə belə rəftar edir. Deyir, sən narahat olmacadan, mən onun şərrini uzaqlaşdıracam. Ondan sonra gecə yarısı balışı basır ağzına, üzünə, onu boğur, öldürür. Mərvan o zaman artıq qocalmışdı da, yaşdan da... Elə çox qoca deyil idi. Məsələn, 70-dən aşağı idi, 65 saat yaşı var idi. Təqribən 64-cü, 65-ci ildə çox olmadı onun hakimiyyəti də. Öldü. Hacı, bizim verilişin sonudur artıq. Bir dəqiqə istəyərdik sizdən dua istəyək. Dua eləyin, verilişimizi bitirəyək. Həqiqətən, ustad gözəl nöqtələr, tarixi məsələlərə, şəxsiyyətlər barəsində gözəl nöqtələr işarə elədi. Həqiqətən, özüm də bəhrələndim və təşəkkür edirəm. Ümidvaram ki, tamaşaçılar üçün də faydalı olsun. Və Allahdan istəyim budur ki, Allah Teala bunu bizdən ali dərəcədə qəbul eləsin. Allah Teala İmam Zaman Aleyhisselamın zuhurunu təzil eləsin. Allah sizi də müvəffəq eləsin inşallah. Allah razı olsun. Çox sağ olun, Rəfəl müəllim, verilişimizə gəldiniz. Və bu cür məlumatları tamaşaçıların ixtiyarında qoydunuz. Çox sağ olun. Sağ olun. Əziz tamaşaçılar, bizim verilişinin sonudur. Gələn verilişlərdə görüşmək ümidi ilə Allah amanında. Hüseyin geldi Kerbela'ya konak, gözlerinden ırak ya Resulallah. Ölür Atşan Fatıma balası, düştü elden uzak ya Resulallah. Muharrem'de kan gelir coşar, düşer yâda kabri şeş coşar ya Resulallah. Hüseyin'in kurban olum adına, bizlere adın mader örgetti. Viladette Cebrail emin, gahi varesini geldi terpetti. Veli bilmem Kerbela'deni